Kənddə yaşayırsansa və Qax-Zaqatala Balakən zonasındasansa, fındıq həyatının bir hissəsinə çevrilir. Əvvəllər fındıq sezonunda qohum-qardaş axşamlar hamı bir yerə yığılıb iməcilik edər, fındıq təmizləyər və maraqlı söhbətlər gedərdi. Fındıq təmizləyən maşınların olması isə kəndçini az da olsa rahatçılığa çıxartır. Çünki kəndçinin işi o qədər çox olur ki, bilmir hansını çatdırsın. Çox adam da fındığı əllə yox, maşınla təmizlədir. Bircə bu fındıq yığan maşınları da zonada fəaliyyətə buraxsaydılar, lap heç canımız rahat olardı. Boru ilə fındıq maşının içərisinə sovrulur və orada təmizlənir. Maşın həm də təmiz və boş fındığı da ayıra bilir. Maşınla təmizlənən fındıq da həmişə yaxşı qiymətə gedir. Bu il bəziləri deyir fındıq zəifdir, bəziləri isə deyir yaxşı. Məhsul bol olanda, qiymət də yaxşı olanda kəndçinin üzü gülür. Həmişə üzünüz gülsün, ruzi bərəkətiniz çox olsun. Fındığı olanlara bol məhsul, olmayanlara fındıq payı göndərən qohum-əqraba, heç birisi də yoxdursa fındıq ala biləcək yaxşı pul və can sağlığı arzu edib sizlərlə sağollaşıram. Növbəti bloqlarda görüşənədək.